Amma səmimi olum ki, elə siz də səmimi olun. Keçən ildən bu il, yəni yay mövsümünü müqayisə edəndə keçən il biraz bu illə nisbətdə turistlər az idi. Yəni o Bakıda, küçələrdə, Targovda, digər maraqlı bizim Bakının yerləri vardı, gəzməli, görməli, əylənməli yerlər var ki, turistlər ən çox orada olur. Keçən il yay mövsümünə, bu il yay mövsümünü müqayisə edəndə görürsən ki, bu il çoxalıblar, maşallah. Axın çoxdur Azərbaycana. Bir neçə ölkədə Azərbaycan vizası ləğv olunub. Nə mənada Azərbaycana vizasız gələ bilərlər. Bax, bu ölkələrdən də yəqin ki, mən Bakıda görmüşəm. Bosniya, Hersegovina və Sinqapurun demək, ümumi vətəndaş pasportuna malik vətəndaşların 2027-ci ilin avqustun 1-nədək Azərbaycan ərazisinə turizm məqsədlə daxil olması üçün viza ləğv edilib. Təbii ki, müsavat.com-a bu dəqiqə istinad edirəm. Dövlət Miqrasiya Xidməti məlumat yayıb bu haqda. Yeni qaydalara əsasən həmin ölkələrin vətəndaşlarına göstərilən müddət ərzində Azərbaycana 3 dəfə vizasız gəlib və gedə bilərlər. Demək, hər gəliş zamanı ölkədə 30 günədək də qala bilərlər. Demək, bu ölkədən vətəndaşlar ildə 3 dəfə Azərbaycana gələ bilərlər, hər dəfədə 30 gün qala bilərlər. 30 gündə yəni 1 ay. Azərbaycana turizmdən fərqli məqsədlərlə gəlmək və bu barədə uzun müddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər. Maraqlıdır. Hansı başa düşmədim. Bu yerini uzun müddətli, yəni gəlib qalmaq istəyən vətəndaşlar olanda təbii ki, onlardan viza tələb olunacaq, amma 30 gün nəzərdə tutulur. Onlar gəlib 3 dəfə Azərbaycana səfər edə bilərlər. Qalmaq şərtinə və geri qayıtmaq şərtinə. Yaxşı. Amma uzun müddətli gəlmək istəyənlər, hansı işlə bağlı, hansısa müqavilələrlə bağlı, yəni uzun müddətli gələndə təbii ki, viza tələb olunacaq.